أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين، ثم الصلاة والسلام على سيدنا محمد وآله الطيبين الطاهرين، سيما بقية الله في الأراضين. ناموس الدهر حجة بن الحسن. قال الله في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. استقولوا للمؤمنين ألن يكفيكم أن يمدكم ربكم بثلاثة آلاف من الملائكة munzəlin. Sadaqallahul aliyyul azim. İbadat itaətlərimizin, dualarımızın qəbul olunmağından ötəri, günahlarımızın bağışlanmağından ötəri Peyğəmbər və ailəsinə səlavat edəyək. Allah hamd verə, izzət-i cəlalına. Allah mütəal bu mübarək cümə günündə bizim günahlarımızı bağışlasın. Allah İmam Zaman ağanın zuhurunu təcil eləsin. Allah İmam Hüseyin əleyhissalamdan bizi ayrı salmasın. Həzrətin ziyarətinə hazırlaşanlar var, səfərə çıxanlar olacaq. Tezliklə sağ-salamat gedib qayıtsınlar inşallah. Allah getməyənlərə nəsib eləsin. Allah düşmənlərin, hilələrin, fitnələrin öz başlarına qaytarsın. Quran-ı Kərimdə Allah Mütəal iki köməkdən danışır. Allah Mütəal insanlara iki cür yardımdan danışır. Deyir, bir yardım qeybi yardımdır, bir yardım isə təbii yardımdır. Allah iki yardımdan danışır. Allah Quranda 30-32 yerdə buyurur ki, yumiddukum və yaxud da ki, aməddukum. Bir neçə yerdə Allah Mütəal neynir? Bu təbirləri fərqli formalarda işlədir. Allah köməkdən danışır, biz sizə kömək edirik, biz sizə köməyimizi göndərdik və ilaxır və s. Allah bunlardan danışır. İmdad, kömək eləmək, indi Allahın kömək eləməyi nədir? Bir qeybi kömək eləməkdir, bir isə nədir? Təbii kömək eləməkdir. Təbii kömək, məsələn, Allah Mütəal günəşin vasitəsilə bizə enerji verir, bizə həyat bəxş eləyir. Bu təbii köməkdir. Allah Mütəal yağışı göndərir, o yağışın vasitəsilə bitkilər bitir, həyat bəxş eləyir. Allah bunların vasitəsilə cazibə qüvvəsi ilə yerin sabitliyin saxlayır və ilaxır və s. Bunlar hamısı nədir? Bunlar Allahın bizə təbii köməyidir və bu təbii köməkdən hamı da bəhrələnir. Bu təbii köməkdən kafir də istifadə eləyir. Bu təbii Allahın nemətlərindən nədir? Hamı istifadə eləyir, hamı bundan bəhrə aparır. Amma bəzi köməklər var, onlar qeybi köməkdir. Onlar təbii yolla olan köməklər deyil. Allah Mütəal, məsələn, Quran-ı Kərimdə Ali İmran surəsi, Allah bu surədə 124-cü ayədə buyurur: İz təqulu lil mu'mininə ələm yəkfikum ən yumiddəkum rabbukum bi thələthəti alafi minəl mələikətil munzilin. Sizə kifayət eləmir, mən sizə 3000 mələk göndərdim, kömək elədim. Bunu harda göndərmişdi Allah Mütəal? Bədir döyüşündə. Allah Mütəal buyurur, bu sizə kifayət eləmir, mənim bu köməyim sizə kifayət eləmir. Siz 313 nəfərdən ibarət idiniz. Allah Mütəal neynədi? Qeybi kömək göndərdi.
Allah qeybi kömək göndərdi onlara. İkinci, Allah buyurur ki, neyniyəcəm? Qeybi köməyim necə olar? Bir, mələikələrin vasitəsiyləndir. Bu qeybi köməkdir, bu təbii yolla olan bir şey deyil. Allah göndərir, öz mələklərin göndərir, kömək eləyir. İkinci nədir? İkinci buyurur Allah Müteal səulqi fi qulubillezine keferur-ru'ba. Ənfal surəsində Allah buyurur, onların qəlbinə neyniyəcəm? Qorxu salacam. Qorxu salacam düşmənin qəlbinə. Sən ya Hüseyn deyəcəksən, o titriyəcək. Niyə? Qorxur. Qorxacaq. Onun əlində hər cür vasitə olacaq, filan olacaq. O qorxacaq. O səndən qorxacaq. Allah buyurur, mən salıram bu qorxunu. Kafirlərin qəlbinə, kafir çox ola bilər sayda. Onun əlində hər cür imkanat ola bilər. Allah Müteal buyurur ki, mən sizə qeybi kömək eləyəcəm. Nə formada? İkinci forması buyurur, neyniyəcəm? Onların qəlbinə bir qorxu salacaq. Bədir döyüşündə, Ühüd döyüşündə Allah Müteal neynədi? Peyğəmbərinə kömək elədi. Allah Müteal mələklərin göndərirdi və onların qəlbinə qorxu salırdı. Və yaxud da ki, Allah Müteal neynədi? Allah Xəndək döyüşündə kafirlərin qəlbinə qorxu saldı da kafirlər neynədilər? Qaçdılar. Kafirlər üz qoydular, qaçdılar. Neçə min idilər kafirlər. Nə qədər böyük bir dənə ordu ilə gəlmişdilər. Allah Müteal buyurur ki, xof salacam onların qəlbinə. Allah Müteal bəzi vasitələrlə kömək eləyir, bəzən qeybi kömək eləyir. Vasitələrlə bəllidir vasitələrlə. Bu vasitələr möminlərdir, bu vasitələr müsəlmanlardır. Bu Peyğəmbərin əskərləridir. Biri də bunlardan kimdir? Əli ibn Əbi Talibdir. Ya Əli mədəd, ay aləm deyib bir-birinə. Ya Əli mədəd dedin, vəssalam. Bunun tarixçəsi yoxdur. Niyə yoxdur tarixçəsi? Nadi aliyyən mudhirəl acaib sətəcidhu ləkə ownən. Sən onu görəcəksən, əlini çağır Peyğəmbər. Nadi aliyyən mudhirəl acaib. Əlini çağır, o əli neyniyir? Möcüzələr icad eləyir. O əlini çağır. Təcidhu ownən ləkə vinnəvaib. Sən onu özünə ən gözəl kömək görəcəksən. Kulli həmmin və qəmmin. Bütün nədə? Çətinliklərdə, qəmlərin olanda çətinliyə düşdün, mən sənə bir dənə təbii kömək də göndərmişəm Peyğəmbər. Bunu da çağır, bu gəlsin, neynəsin? Burada diyansın. Bu Əli ibn Əbi Talibi neçə müharibədə Peyğəmbər Əkrəm çağırmışdı. Neçə yerdə çağırdı, dedi, gedin əlini çağırın. Bu Xeybəri fəth eləyə bilmirsiniz, gedin əlini çağırın. Bu Əbdəvi çıxıb döyüşə adam istəyir, deyir ki, gəlin mənlə, demirsiniz, cənnətə gedəcəksiniz. Demirsiniz, cənnət var, şəhid olacaqsınız, qiyamət var, əbədiyyət var. Ölmək istəmirsiniz, gedmək istəmirsiniz ora. Əbədiyyətə qovuşmaq istəmirsiniz, indi gəlin. Heç kim çıxmır, Əli gəlir. Hər yerdə nədir? Ühüddə qoyurlar Peyğəmbəri, qaçırlar. Peyğəmbər deyirdi, elə biraz çox qaçmışdınız, o qədər də qaçmaq lazım deyil. Quran deyir, canlarının qorxusundan dağlara dırmaşmışdılar. Nadi ən əliyyən mudhirəl əcaib. Bu hədisin, bu tarixi hadisənin mənbəyində ixtilaf eləyərsən, neyniyərsən, filan olar bu hədisin zəif və yaxud güclü olmağın araşdırarsan, filan eləyərsən, bir nəticəyə gələrsən, bir nəzərdə olarsan, mümkündür. Sən bir nəzərdə olasan, deyəsən ki, mənə qane eləmir. Yaxşı? Amma sən bilmirsən, hər sözü hər yerdə demək olmaz.
Sən bilmirsən ki, hər sözün deyilmə yeri var, şəraiti var. Sənin boynundan medal asmayacaqları səndən istifadə elədilər. Sənə nə deyirlər bugün? Sən bugün deyirlər, kəlmə-i şəhadətini də düzəlt, sən hidayət olmusan. Yəni nə? Kəlmə-i şəhadətini düzəlt, yəni Əliyyən Vəliyullahını çıxart oradan, gəl sən hidayət olmusan. Bunu deyir bu sənə. Bu adamdır. Budur. Allahın qıçı var, Allah orada kürsüdə oturub, desə kvadratda Allahın kürsüsü. Bu deyir sənə. Bu sənə deyir, əli mədəd şirkdir. Həkimə gedirsən, əzizim. Gedirsən həkimə, həkim, mənim filan yerim ağrıyır, sən Allah mənə kömək elə. Müşriksən də onda. Müşriksən. Bunlar hamısı vasitələrdir. Allah bəndələrinin vasitəsi ilə çatdırır, amma qaldı ki, bu mövzu, bu özü bir təvəssül məsələsi ayrıca bəhs olunmalıdır, xırdalığı var burada. Bu Əhl-i Beyt feyzi ilahidirlər. Allahın yer üzündə nədir? Feyz kanalı bunlardır, bunların vasitəsi ilə gəlir. Allahın rəhməti yer üzünə bunların vasitəsi ilə gəlir. Hər şeyi qoyaq qırağa, hər şeyi qoyaq. Mənim ağlıma nə gəldi? Qardaş, sən bir məsələdə bir nəticəyə gələ bilərsən, bir şeyi sənin üçün qane edici ola bilər, biri ümumiyyətlə, müsəlmanların müşkülü hardadır? Ay müsəlman, sən deyirsən, Allah kürsüdə oturub, mən deyirəm, yox, Allah cisim deyil, Allah bir yerə sığmır. Allahı İmam Sadiq buyurur ki, onun barəsində nə təsəvvür, beynində nə şəkil çəksən, o da şirkdir. Mən deyirəm, mənim əqidəmdə budur. Elədir. Sənin əqidəvə görə birdən ikiyə mən sənə demişəm, sən müşriksən. Birdən ikiyə mən sənə demişəm, sən müşriksən. Sən mənə niyə müşrik deyirsən? Ay müsəlmanları, ayılın, bəsdir daha. Toxumunuzu kəsirlər. Müsəlmanın toxumun kəsirlər. Siz qalmısınız, mən ya Əli mədəd dedim, vəssalam, dünya dağıldı, sən filan dedin, dünya dağıldı. Qalmısınız burada. Düşmən isə sizin kələyinizi kəsir. Siz qalmısınız bu əlimizi bağlayaq, ay açaq, ay neyniyək. Bunun davasını eləyirsiniz bütün günü. Düşmən deyir, bu qolu hardan kəsin? Düşmən bunu fikirləşir. Bəsdir də daha. Bəsdir, hər bir insanın bir gəldiyi bir nəticə olar. Bir insan hansısa bir fikrlə gedir. Məsələn, bu o məzhəbin daşıyıcısıdır. Öz fikrinə uyğun hərəkət eləyir. Sən öz fikrinə uyğun hərəkət eləyirsən. Bu nədir axı? Sən mənim əqidəmdə deyilsən və səlam, sən oldun kafir. Sən oldun, nə bilim, müşrik. Sən oldun filan. Bəllidir, bu tərzdə danışan adamlar kimlərdir? Bunlar bəllidir, bunlar hamısı. Biraz bu məsələlərdə ehtiyatlı olmaq lazımdır. Bu məsələlərdə biraz diqqət eləmək lazımdır. Düşmənin dəyirmanına su tökməməlidir insan. Bu məsələdə, əzizlər, hamılıqla diqqətli olaq. Hamılıqla bu məsələlərə diqqət eləyək. Baxın, əzizlər, Qur'an-ı Kərimdə Allah buyurur, mənim bir qeybi köməyim var. Bir də nəyim var? Təbii köməyim. Qeybi köməkləri Allah Mütəal bir-bir sayır. Peyğəmbər mağarada idi, neçə dəstə düşmən gəlmişdi Peyğəmbəri öldürmək üçün. Ənzələ səkinətəhu ələ rasulihi. Allah neynədi? Öz Peyğəmbərinin qəlbinə aramlıq nazil elədi. Allah deyir, bir də neynəyəcəm? Möminlərin qəlbinə aramlıq nazil eləyəcəm. Düşmən nə olacaq? Qorxacaq. Düşmən daim qorxunun içində olacaq. Amma möminlərin qəlbi nə olar? Aram olar. Allah Mütəal bunu buyurur. Sonra buyurur ki, Al-İmran surəsində, mən mələkləri göndərəcəm, onlar mən düşmənə neynəyəcəm? Müsəlmanları 2 qat göstərəcəm bəzi yerlərdə. Yaravnəhum misleyn. 2 qatın görərlər. Məsələn, 100 nəfərdir, onu 200 nəfər görəcək. 1000 nəfərdir, onu 2000 nəfər görəcək.
Düşməndə məsələn biz özümüz Vətən müharibəsində qarşı tərəf nə deyirdi? Deyirdi ki, onlar təkbir deyirdilər, onlar gələndə elə bilirdi ki, üstümüzə dalğalar gəlir. Niyə? Qorxuya düşürdülər, vahiməyə düşürdülər. Onlar təkbir səsini eşidəndə, Ləbbeykə ya Hüseyni eşidəndə vahiməyə düşürdülər. Bunlar hamısı nə idi? Bunlar hamısı qeybi köməklərdir. Biz oturmuşuq, elə bilirik ki, elə hər şeyi özümüz eləyirik, hər şeyi biz bacarırıq. Yox, Allahın bəzən köməkləri nədir? Qeybi köməklərdir. Və yaxud da ki, Əbrəhəni neynədir? Balaca quşlardır da, balaca çınqıllar ağızlarında göndərdim. Buyurur ki, فَجَعَلُهُمْ كَعَسْفٍ مَعْكُولٍ. O daşlarla tərmihim bi hicarətin min sincil, balaca daşlarla vurdum və onları didilmiş ət şəklinə saldım onları. Daş buradan girirdi, rivayətdə deyir, başın üstündən girirdi, ayağın altından çıxırdı. Bu boydana daşdır. Bu quş bunu qaldırır, o yüksəklikdən buraxır. Allahdır bu işi görən. Allahdır bu ordunu göndərən. Bunlar hamısı Allahın işidir. İmam Sadiq əleyhissalam buyurur ki, İmam Zaman əleyhissalamın 3 dəstə köməyi olacaq. Biz ki bu dünyada, müasir dünyada, müasir hər nə güc, qüvvət, düşmənin təhdidləri, silahları və ilaxır və s. İmam Zaman əleyhissalam gələndə neyniyəcək? Birinci növbədə İmam Zaman əleyhissalamın məntiqi o qədər itidir ki, o məntiqin qabağında bütün məntiqlər aciz qalacaq. Bütün düşüncələr onun qabağında diz çökəcəklər. Birinci budur. İkinci məsələ nədir? İmam buyurur ki, 3 dəstə ilə Allah kömək eləyəcək onlara. O dəstələr nədir? Buyurur ki, yuayyiduhu bi-thalathati əcnad. Allah 3 dənə ordu ilə ona kömək eləyəcək. Onun 3 ordusu olacaq. Birinci nədir? Buyurur ki, mələikətun ləm yarawnaha. O mələklər ki, heç kim onları görməyəcək. Bir dəstə mələk olacaq, o mələkləri kimlərsə müşahidə eləməyəcək. Evdə balaca uşaq var, balaca uşaq o evdə iməkləyir. Sən nə qədər ona nəzarət eləyə bilərsən? Çör, çöp, hər şey düşür, filan uşaq gəzir evdə. Elədir? Rivayətdə var, Allah mələk qərar verir, onu qorusun. Yoxsa sən onu 5 dəqiqə saxlaya bilməzsən. Bizim görmədiyimiz mələklər var, onlar yer üzünə nə gətirərlər, yağışın belə qətrələrin gətirərlər. Bunlar hamısı Allahın qeybi köməkləridir. İkinci buyurur, neyniyəcək? Allah onların qəlbinə qorxu salacaq. Quran buyurduğu həmən qorxunu qəlblərinə salacaq. Üçüncü dəstədə deyir, möminlərdən ibarət. O həqiqi möminlər, o sabit qədəm möminlər, İmam Zamanın 3-cü ordusu da həmən dəstədir. Onların vasitəsi ilə neyniyər? İmam Zaman əleyhissalama Allah mütəal kömək eləyəcək. Baxın əzizlər, biz həyatımızda, biz bu yaşayışımızda da qeybi köməklər ala bilirik ya yox? Biz neynəməliyik ki, necə olmalıyıq ki, bu həyatımızda da qeybi köməklər olsun? O necə olsun? Quran-ı Kərim 5-6 dənə yol deyir. Quran-ı Kərim 5-6 dənə bizə məsələləri deyir. Deyir, bir nəfərdə bu xüsusiyyətlər olsa, Allahın nə olacaq? Qeybi köməkləri ona gələcək. Mən bir-ikisinə işarə eləyim onlardan. Birinci buyurur, nədir? İnnellezîne qâlu rabbunallah sümme istaqamu tetenezzalu aleyhimul melaike en la texafu ve la tehzenu. Birinci buyurur, onlar Allah yolunda istiqamət götürərlər. Birinci məsələ nədir? İstiqamət götürməkdir. Mənim filan çətinliyim var, mənim ruzi problemim var. Ayə deyir ki, qalu rabbunallah sümme istaqamu. Allah de, düş işivin dalısıca.
Əli əleyhissalama gəldi, dedi, mənim müşkülüm var. Dedi, dəst namaz al, 2 rükət namaz qıl, get otur işivin başında. Əzizim, sənin səbrin çatmır işivin başında oturasan. Bütün günü veyillənirsən, gəzirsən, ora, bura, birini qoymusan orada 2 gündən sonra gəlirsən deyirsən, mənə atdılar, sən haradaydın? Sən nə işin var idi qəliyanda, sən nə işin var idi, nə bilim, futbola baxmasan və səlam da, dünya dağılacaq da. Filan yerə getməsən, dünya dağılacaq da. İşin başında dur ki, neyniyəsən, bərəkəti olsun. Yatırsan, qarnıva gün dəyir, qalxırsan ayağa, deyirsən, ruzi niyə yoxdur? Əzizim, vaxtında hərəkət eləməlisən. Allah Müteala buyurur, birinci məsələ nədir? Birinci məsələ Allah buyurur, insanlar Allah dedilərsə, Allah demək rahatdır. Hamı Allah deyir. Allah demək rahatdır. Allah deyəndən sonra sən neynəməlisən? Haramdan çəkinməlisən. Allah deyəndən sonra gözünü haramdan qorumalısan. Qulağını haramdan qorumalısan. Dilini haramdan qorumalısan. Sən sabit qədəm olmalısan. Səbir göstərməlisən. İşində neynəməlisən? Sən israrlı olmalısan. Qalu Rabbunallah summəstəqamu. Onlar neyniyərlər? Ayaqların bərk yerə vurub istiqamət götürərlər. Budur. Bundan sonra sənə qeybi kömək gələcək. Bundan sonra Allah neyniyər? Qeybi kömək sənə lazımdırsa onu göndərəcək Allah Müteal. Əks təqdirdə isə nədir? Olmayacaq. Birinci məsələ nədir? İstiqamətdir. Əllamə Əmini Əl-Qədiri yazıb 20 il ömrün sərf eləyib. Elədir? Bir iş görürsən, bir gün, 5 gün filan ay oturursan, dahi gedmirsən dalısıca. Kişi 20 il ömrün qoyub bir dənə Əl-Qədir üçün getdi bir nəfərin yanına Nəcəfdə. Gəzib də Hindistan, İraqın özündə, nə bilim Livan, İran, hər yeri gəzib, bir kitabxanaları gəzib, vərəqləyib bu kitabları, harda nə əl yazma var, nə yazılıb, da müasir zaman deyil, kompüteri qoysun qabağına, bir dənə kəlmə vursun, hamısı gəlsin. Belə deyildi. Bunun üçün ömür sərf eləyib dayanmadan. Gəldi Nəcəfdə bir nəfərin yanında Sirətül Müstəqim adlı bir kitab var idi, əl yazma idi. Ona dedi, bir dənə onu ver, mən onu da vərəqliyim də. Bütün kitabları baxırdı. Əli əleyhissalam haqqında nə var yığırdı. Dedi, yox, o kitabdan 2 nüsxədir, biri məndədir, mən onu verə bilmərəm. Mən onu heç kimə etibar eləmirəm, verə bilmərəm. Nə qədər dedi, verə bilmədi. Bu gəldi Əli əleyhissalamın hərəminə, biraz giləyləndi. Əli əleyhissalamın hərəmində. Durdu, oradan getdi Kərbəlaya ziyarətə. Orada da biraz giləyləndi ki, niyə bunlar belə eləyirlər? Mən Əli əleyhissalam haqqında çalışıram, bu işi görürəm. Bundan bir kitab istədim, bu da vermədi. Bir nəfər yaxınlaşır buna, deyir ki, bəs Əllamə, atam rəhmətə gedib, onun kitabları qalıb. O kitabları da o rəhmətə gedib də, sən də alimsən, məşğulsan, o kitabları verim sənə, apar özündən, istifadə eləyərsən, harasa lazımdır verərsən. Dedi, gətirdi mənə, kitabları göstərdi, ilk gördüyüm kitab gördüm, həmən kitab. Həmən kitabı gördüm. Bu nədir? Bunlar hamısı qeybi köməklərdir. Allah deyir, sən istiqamət götürmüsən, israr eləyirsən, Allaha görə hərəkət eləyirsən, mən açacam qapıları. Həzrəti Yusif əleyhissalama yuxu yozumun verdi Allah. Niyə verdi? Yusif haramdan qaçandan sonra şeytandan qaçdı, haramdan qaçdı, istiqamət götürdü Allaha. Züleyxanın haramı ilə nədir? Harama düşmədi. Qaçdı Allaha tərəf. Hədislərdə var. Haramı gördü bir nəfər.
Bir nəfər cavan oğlan haramı gördü, orada başın saldısa aşağı, Allahın mələkləri hamısı əlin qaldırıb ona dua eləyər. Əllərin qaldırıb dua eləyərlər, deyərlər ilahi, bunun əvəzin axirətdə buna daha üstünün ver. Bu hədislər varımızdır. Amma sən nə etməlisən? Bunun üçün hərəkət eləməlisən, sən bunun üçün çalışmalısan, ilahi kömək sənə gəlsin. Sənin gözün onda açılar ki, sən onda yuxu yoza bilərsən ki, bu gözlə bu göz harama baxmasın. Bu harama baxan göz pərdənin arxasını görə bilməz. Sən Allahın qüdrətin, o İmam Zaman əleyhissalamın inayətin onda görə bilərsən. Bu gözün harama baxmasın. Qəlb gözün ondan sonra açılsın. Mən bu gözümü otarım, bütün günü harama baxım, ondan sonra gəlim deyim ki, niyə açılmır mənim gözüm? Niyə də açılsın ki? Niyə açılsın? O gördükləri və bu gördükləri qatasan? Yox, açılan deyil. Bunu görən onu görə bilməz. Onu görən bura baxa bilməz. Məsumiyyət məsələsində əzizlər bir məsələ var, bir mövzu var. Məsum əleyhimussalamın bu məqama yetişməkləri kəsbidir. Bəzi kitablarda oxuyarsınız, Allah mütəal onlara məsumluğu Allah verib qabaqcadan. Bəli, Allahın elmi var. Allah bilir ki, bunlar öhdəsindən gələ bilərlər. Ona görə Allah onlara verib. Amma onlara məsumluğun verilməyi, onların günahdan saxlanılmağı demək deyil. Onlar öz qüdrətləri ilə, öz istəkləri ilə, öz iradələri ilə nə ediblər? Haramdan dayanıblar. Mənə imam təyin ediblər, gəlmişəm burada dayanmışam, axundan mənim arxamda dayanırsan, namaz qılırsan, mənə iqtida eləyirsən. Mən günah elə, mənim axund təyin olunmağım, mənim günah eləyə bilməməyim deməkdir. Yox, məsum da bu cür. Məsumun məsum təyin olunmağı onun günah eləyə bilməyəcəyi demək deyil. Əli ibn Əbi Talib də nədir? Əgər günahdan özünü qorumasa, günah eləyə bilməz, haramı eləyə bilməz. Bunlar öz iradələri ilə nə ediblər? O yerə çatıblar. Onlar o məqamları dərk ediblər. Buyurur, nə etmək lazımdır? Birinci məsələ istiqamətdir. İkinci məsələ Allaha düzgün təvəkkül eləməkdir. Və mən təvəkkəl alallah yəcəlləhu məxrəcən və yərzuquhu min heysu la yəhdəsib. Allaha təvəkkül eləsən, düzgün olsa sənin təvəkkülün, təvəkkül dəfələrlə demişik ki, Allahın öhdəsinə öz işlərini atmaq deyil. Təvəkkül öz işüvü, vəzifəvi yerinə yetirib və Allaha təvəkkül eləməkdir. Sənin vəzifən nədir əzizim bugün? Budur. Sən vəzifəvi yerinə yetir və təvəkkül elə. Sən işüvü gör və təvəkkül elə. Qabağıva çıxan çətinliklərdə Allah nə eləyər? Sənə kömək eləyər. Allahdan yaxşı bir vəkil yoxdur ki. Allahdan üstün bir vəkil yoxdur ki, insanı neynəsin? Müdafiə eləsin. Üçüncü məsələ nədir? Üçüncü məsələ, Allah mütəal buyurur Qur'an-ı Kərimdə, İn tansurullah yansurkum. Siz Allaha kömək eləsəz, Allah da sizə nə eləyər? Kömək eləyər. Qeybi yardım istəyirsən, Allaha kömək elə. Allahın mənim köməyimə ehtiyacı var, xeyr. Və mən nə kömək eləyəcəm Allaha? Əleyhissalam bunu izah eləyir. Deyir, Allaha kömək, yəni in tanturu dinallah. Allahın dininə kömək eləməkdir. Allahın dininə kömək eləmək nə cür? Mən dilimlə bacarıram, mən pulumla bacarıram, mən xanımam. Mən nə ilə bacarıram? Mən hicabımla bacarıram. Allahın dininə kömək deyil. Din bizə nəyi deyir? Mən çıxmışam küçəyə,
mən elə eləyirəm, naməhrəm cavan oğlanın nəzərin cəlb eləməyim. Bu Allahın dininə köməkdir. Əzizim, zaten də sən gözəlsən də, da bu qədər də bərbəzəyi hara vurursan? Bunu deyəndə bəziləri bilirsiniz necə baxırlar? Ay filandır, ay bunlar geridə qalmışdı. Ayna əzizim, sən özün də yaxşı bir balaca diqqət eləsən, baxsan, görəcəksən ki, bu cürdür. Görəcəksən bu cürdür. Naməhrəmin nəzərin cəlb eləyirsən. Allah bu kişiyə deyib gözünü bağla, bu xanıma da deyib örtün. Hər ikisinə deyib. Bəzən olur deyirlər ki, niyə elə bizə deyirsiniz örtünün? Elə onlar gözlərini bağlayıb baxmasınlar da. Allah ayədə deyir ki, örtün, çünki qarşı tərəfin qəlbində nə var? Xəstəlik var. Hamı mömin deyil. Hamı Allahdan qorxan deyil. Namaz qılmaqla bu elə ancaq namaz qılır vəssalam hər şey həll olundu. Yox, belə deyil. Bəzilərinin qəlbində nəfsini ram eləyə bilməyib. Bu məsələyə diqqət eləmək lazımdır. Allahın dininə kömək bu cür. Bir insan, bir xanım bu cür kömək eləyər Allahın dininə. Kişi gözünü bağlamaqla kömək eləyər. Birinin pulu var, pulunu xərcləməklə Allahın dininə kömək eləyər. Və nədir? Hamılıqla əmr və məruf eləməliyik. Biz dilimizlə Allahın dininə nə edirik? Kömək eləyirik. Buyurur, əgər Allahın dininə kömək eləsəz, bir cavan nə edir? Evlənməklə imanın yarısı deyir tamamlanır. Elədir? Evlənməklə tamamlanır imanın yarısı. Bununla da sən nə edirsən? Allahın dininə kömək eləyirsən. 5 dənə cavan evlənə bilmir. Əzizim, əl çək bozbaşdan. Əl çək bozbaş ehsan verməkdən. Hə, ehsan verərsən, ehsan da vermək lazımdır. Lazımı yerdə bunların hərəsinin öz yeri var. Biraz da neynə bu puldan, xərcdə bu evlənə bilməyənləri də evləndir. Bunun dininin yarısı da tamamlansın, bu cəmiyyətdə bir fəsadın da qapısını bağla. Niyə hər şeyə biz özümüzə sərf eləyən formada baxırıq? Nədir səbəb? Səbəb bizim nəfsimizdir. Nəfs Allahla heç vaxt razılaşmır. Nəfsi əgər sən bir balaca öz başına buraxsan, Allah deyir, mənimlə razılaşmır. Əgər müqəddəs Ərdəbili də nəfsin bir an boş buraxsa, o da deyəcək Allah yoxdur. Kim olur olsun, hansı arif olur olsun, hansı bəndə olur olsun, o nəfsinin başının üstünə dayanmasa, o nəfsin başına döyməsə hər gün öz başına döyəcək. Başqa yolu yoxdur. Onun nəfsi onun Allahına çevriləcək. Elə yerdən, elə incə yerdən adamı azdırır, ayılırsan, görürsən ki, artıq sən ayrı kanaldasan, ayrı yerdəsən sən. Baxın, əzizlər, Əli əleyhissalam buyurur ki, 3 cür Allaha kömək eləmək nədir? Biqəlbik və lisanik və yədik. Qəlbinlə Allaha kömək elə, lisanınla, yəni dilinlə Allaha kömək elə, əməlinlə Allaha kömək elə. Yəni, qəlbinlə Allaha kömək elə, Allaha məhəbbəti düzəlt, qəlbinlə kömək budur. İkinci nədir? Buyurur ki, dilinlə kömək elə, de, çatdır insanlara, haqqı çatdır, birini haramdan çəkindir, birini Allaha bəndə olmaqda vasitə ol, birinə namazı öyrət. 50 ildir sənin qonşun namaz qılmır. Bir dənə qonşuva təsir eləyə bilməmsən. Niyə? Niyə eləyə bilməmsən? Çünki heç vaxtı deməmsən. Elə vaxtı gedib deyə bilərdin ona. Elə vaxtı əgər əlləşsəydin, bir cavan oğlan, bir qız istəyir. Bu qız da nədir? Buna imkan vermir. Nə qədər yol axtarır.
o yolu axtarır, bu yolu axtarır, filan eləyir. Hər cür bir növlə neynəsin, könlünü ələ alsın. Misal üçün bunu deyirəm. Hamı cavan olub, cavanlar da var, balacalar da olacaq, hamısı da görəcək. Bunu hamı keçir. Hə, onun könlünü almaq üçün nə edir? Həzrəti Süleyman gördü, sərçələr danışır. O birisi nə deyir? Mən aparacam Süleymanın taxtacım, atacam, belə eləyəcəm. Çağırdı onu, dedi ki, axı sən bunu bacaran deyilsən. O birisi nə dedi? Bu özünü öldürür sənin üçün. Deyir, yalan deyir o. Yalandan danışır. Hə, indi bir insan öz hədəfinə, istəyinə çatmaq üçün dünyəvi məsələdə bu qədər canfəşanlıq eləyirsən, sən Allahın dini üçün, bir nəfəri namaza gətirmək üçün o qonşuya sən o qədər sığal çəkə bilərdin. Onun çətin zamanında sən ona elə yerdə dayaq ola bilərdin. O elə sənin bir kəlmənlə gələrdi namaza. Biz yolların düz axtarmırıq. Yolların düz axtarmırıq çox vaxt. Çox vaxt belə şeylərə diqqət eləmirik. Qonşu bir balaca belə tərs baxan kimi vəssalam, dünəndən nə deyir, salam da vermirəm. Allahın dini bizə bunu demir. Əhl-i Beyt marifi bunu bizə demir. Əhl-i Beyt marifi buyurur ki, nə qədər enerjiniz var sizin, bu insanların hidayəti üçün çalışın. Bunları Allahın dininə çağırmaq üçün çalışın. Əlinizdən gələni eləyin. Nə formada bunlar gələrlərsə çalışın. Allahın dininə kömək eləmək vücuddur. Buyurur, sən istiqamət götürərsən, sabit qədəm olarsan, Allahın dininə kömək eləyərsən, Allaha düzgün təvəkkül eləyərsən, sən də qeybi köməkləri görəcəksən. Sən də qeybi köməkləri müşahidə eləyərsən. Qeybi köməklər sənə də gələr. Allaha and verək, İzzət-i Cəlalına, Allah Mütəal bizi həqiqi möminlərdən və ona həqiqi iman gətirən bənlərindən qərar versin. Allah Mütəal günahlarımızı bağışlasın, bizi bağışlamamış bu dünyadan aparmasın. İlahi Pərverdigarı aləm, sənə and veririk, İzzət-i Cəlalıva, sənə and veririk bu günlərin hörmətinə. İlahi, günahlarımızı bağışlamamış bizi bu dünyadan aparma. İlahi Pərverdigarı aləm, İmam Zaman ağanın zuhurun təcil elə. İlahi, dünyada müsəlmanları qalib, düşmənlərin məğlub elə. İlahi Pərverdigarı aləm, vətən keşiyində olan əzizlərimizi sağ-salamat istəklərinə yetir. Vətəndən qıraqda olan əzizlərimizi qanim salim istəklərinə yetir. İlahi millətimizin, xalqımızın daxilində, xaricində nə qədər düşmənləri var, məhv elə. Nə qədər mənəvi düşmənlərimiz var, məhv elə. İlahi Pərverdigarı aləm, xəstələrimizə tezliklə şifa ver. İlahi möminlərin maddi, mənəvi müşküllərin, övlad üzrə həsrət olan əzizlərimizə də salih övlad nəsib elə. İlahi Pərverdigarı aləm, o dualar ki, xeyrimizədir, yadımıza düşmür, haqqımızda imza elə. Bütün dualarımızın qəbul olunmağından ötəri, günahlarımızın bağışlanmağından ötəri, Peyğəmbər və ailəsinə ucalı sələvatı deyirəm.